Bu maşının qapıların şüşə qaldıranları vaxtı ilə zəif olub. Sonradan zəifliyibmi bilmirəm. Onu qalın kabellərlə çəkmələr qapıya ki güclənsin. Amma bir xeyri olmuyor. Bax, maşının şüşə qaldıran motora gələn zavod çəkdiyi kabel budur, qalınlığı. Sonradan çəkilənin qalınlığı budur. Qalındır da, düzdürmü? Amma əslində yox. Eyni şeydir. Hələ mən deyərdim bu Zavodskoy birlikdir. Bu 0.75'dir bu çəkilən. Amma qalın görsənir. Çünki qabığı qalındır. Burada da ortaya bir sual çıxır. Qabığı nazik kabellə istehsal oluna bilirsə, bu qabığı qalın olan nəyə lazımdır? Topa da aparanda çox yer tutur. Yəni bu niyə də, bu niyə var bu? Məsələn götürək bunu. Bu bildizdə nəyindir? Hə, amma bunun nə olmağının mənim sizə deyəcəklərimə heç bir dəxli yoxdur. Üstün yazıları görünürmü? Hə. Burada yazılıb 20 AVG, 600 volt, 105 Celsi, qalan hələ ki lazımdır. 105 Celsi bunun qabığının maksimum 105 dərəcəyi dözə biləcəyini göstərir. 600 volt deyir ki, sən bundan maksimum 600 volt gərginlik keçirə bilərsən. 20 AVG də bunun içinin saçağının sahəsini göstərir. AVG də Amerikanın giz standartlarından biridir. Yəni o qədər giz standartdır ki, rəqəm azaldıqca qalınlaşır kabel. Məsələn 20 AVG bizim ölçü ilə 0.5 kvadrat millimetrdir. 18 AVG ondan da qalın. 16 ondan da qalın. 14 ondan da qalın. 10 ondan da qalın. Rəqəm qısaldıqca, rəqəm azaldıqca qalınlığı artır. Və də elə bilərsən ki 20 AVG 0.5-dirsə 10'luq birlikdir. Yox. 10 AVG 6'lıq kabeldir. 6 kvadrat millimetr. Belə bu dərəcədə giz standartdır. Bunlar podyomnika aiddir. Bax bu 8 dənə. Bunların hamısı eyni ölçüdür. Hamısının üstünə eyni 600 volt 20 AVG yazılır. Bunlar görsən biraz nazikdir. İndi buna fikir ver. 22 AVG 600 volt. Bu da ağ rəngdir. 22 AVG 300 volt. Yine bunların fərqinə baxın. İkisi de 22 AVG'dir. İkisinin de iç qalınlığı eynidir. Ağ 300'dür, 300 volt. Bu çəhrayı olan 600 voltdur. Bunların qabığı qalındır. Voltajın qabığının qalınlığına təsiri var. Eyni də bunlar 20 AVG'dir. Bu 600 voltdur. Bunun da qabığının qalınlığı, bu da 600 voltdur, bu da 600 voltdur. Bunların da qabığının qalınlığı eynidir. Bu 22'dir. 22 AVG'de 0.33, 0.34 kvadrat millimetrdir bizim ölçü ilə. Bu da 0.5'dir. Bundan biraz qalındır. Bu tip kabellerin de üst qabığına yazılır. Məsələn 3 dənədirsə bunun içindən keçən 3x biri 1.5 kvadratdırsa 3x 1.5 kvadrat millimetr qabağından da neçə volta dözə biləcəyi, bunun üçünün də neçə volta dözə biləcəyi, o da qabığının, hərəsinin qabığının qalınlığına görə. Məsələ budur ki, içindən keçən elektronlar hər tərəfə tullanmağa bəhanə axtarır. Tək ucundan yox, buradan da, buradan da, buradan da, buradan da, buradan da, hər tərəfdən. Buna ən gözəl misal sveça. Bunun rezbası motorun korpusuna bağlıdır. Motorun korpusu akkumulyatorun mənfisində. Buradan babindən gələn 25.000 volt civarı müsbət elektronlar gəlir bura. Burada əks cinsin nümayəndəsini görür tullanır üstünə. Yeri gəlmişkən əslində elektronlar müsbətdən mənfiyə yox, mənfidən müsbətə axır. O vaxt 1700 o vaxtki illərdə bu 100 dolların üstünə gördüyünüz kişi Benjamin Musayev. Yer gəlmişkən o nə bank müdürü olub, nə dollar kəsən, o alim idi. Müsbət mənfi yüklər fikrini ortaya atan alim. Bu cərəyanın yönünü kəşf eləyib. Cərəyanın yönü müsbətdən mənfiyə tərəf. Sonra ərinib elektronları kəşf eləməyə. Deyib elə yaz. Elektronlar da müsbətdən mənfiyə axır. Biraz keçdi biz onu axtardıq, tapdıq ki, cərəyan müsbətdən mənfiyə axır, elektronlar mənfidən müsbətə. Amma bu kişi nə cür yazıb, nə eləyib, nə cadu eləyib bilinmir. Bilə-bilə hələ də o səhəfi buraxırıq. Ona görə mən də indi o səhəfi buraxım. Müsbətdən mənfiyə axır. Deməli, mən bu aranı artırsam. Əslində 25.000 voltun tullana biləcəyi məsafə, qığılcım verdiyi məsafə bundan da artıqdır. Effektiv qığılcım məsafəsi bu qədərdir. Yox, biz fərz eləyək ki, maksimum bu qədər məsafədir. Mən bu məsafəni artırsam,
qığılcım dayanır. Qığılcım təkrar burada qığılcım yaranması üçün gərginliyi artırmaq lazımdır. Mən bu həmin məsafəni, orijinal məsafəsini 2 qatına çıxartsam, buradan 25.000 volt yox, 50.000 volt versəm təkrar başlayır qığılcım verməyə. Və yaxud da məsafəni eyni saxlayıb 50.000 volt versəm qığılcım işlədi artır. İndi bunu 3 qatına çıxartsam, yenə qığılcım dayanır. 75.000 verməliyəm ki, təkrar burada qığılcım yaransın. Təsəvvür elə ki, dar bir su axır ortadan. Buradan bura keçmək lazım. Deyirsən, ayağı qoyursan, hop, oradasan. Bir də var ki, enli bir çay axır. Əsəb buradan tullanmaqdan ötürü uzaqdan qaça-qaça gəl sürət yığmalısan ki, tullana biləsən. Ay sağ ol. Bizim elə gərginlik deyil, voltla ölçdüyümüz şey də əslində elektronların sürətidir. Məsafə artdıqca gərginliyi artırmaq lazımdır ki, buradan tullana bilsin. Və yaxud da məsafə artıq olmalı ki, tullana bilməsin. Sözümü nəyə gətirirəm? Buna deyir ki, maksimum 600 volt keçirdə bilərsən. Buradan. Sən buradan 1 kilovolt da keçirdə bilərsən, 1000 volt. 1 megavolt da keçirdə bilərsən, 1 milyon volt. Amma 600 voltdan yuxarı icazə vermir. Ona görə ki, bunun qabığı 600 volta hesablanır. Sən bu şunuru topa apara bilərsən, harasa. Sən bu şunuru hansısa metalın üstündən apara bilərsən, olsun maşının korpusu, üstündən apara bilərsən. Bunun içindən keçən gərginlik maksimum 600 volt olmalıdır ki, bunun qabığı çünki 600 volta hesablanır. 600 voltda elektronların tullanma məsafəsi bu qədərdir. Bu simdən bura qədər. Daha doğrusu tullana bilmədiyi minimum məsafə. Çünki bu tullana bildiyi məsafədən bir tık artıq olmalı ki, bu qabığı. Ki sən bu metalın üstü ilə aparanda buradan keçən elektronlar metala tullana bilməsin. Sən hansısa şunurun yanı ilə aparanda buradan keçən elektronlar bir-birinə toxuna bilməsin, bir-birinə tullana bilməsin. Elə bilsən ki, qabıq var deyə elektron yönünü dəyişir. Yox. O elektron qabığı da deşib keçər, hələ bu qabığı əridər də. Yandıra da bilər. Düzdür, 300 volt, 600 voltda o qədər yandırıcı qığılcım olmur, amma yenə də başqa bir misal, məsələn olsun bu. Bunun tanışsızlığımız nədir? Babin şunuru. Yüz nə qalındır? Çünki buradan 25.000 volt tok keçir. Fikirləşə bilərsiniz ki, 25.000 volt keçir. Da bunun içinin saçağı qalındır da 25.000 volt zarafatdır. Ona görə belə qalındır. Zəhmət olmasa bir də elə fikirləşə bilməyin. Çünki 25.000 voltu svetsaya daşıyan, bax bir dənə bu nazik teldir. Nazik. Qalın olan bunun qabığıdır. Ona görə ki, bu teldən 25.000 volt tok keçir. Sən bu tel 50 tuta bilərsən bu şunurdan. Bu qabıq 25.000 voltla sənin əlin arasında məsafə saxlamalı ki, bunun elektronları əlinə tullana bilməsin. Və yaxud da motorun metalın üstünə düşə bilər. Arada məsafə saxlamalı ki, motora qığılcım verməsin. Baxın, lentin üstünə də yazılıb. 80 Celsius 60 volt. Yəni bu 80 Celsiyə qədər istiliyə dözə bilir bu lent. 60 voltda içindən gərginlik keçidə bilərsən maksimum. Çünki bu içindən keçən damarların ara məsafəsi azdır. 60 voltdan yuxarı ikisi bir-birinə pamir keçirməyə başlayır. Energetika üçün nəzərdə tutulan bu kərpətin kimlər sinifinə aid alətlərin qruplarına müəyyən gərginlik yazılır. Misal üçün buna yazılıb 5000 volt. Bu nə deməkdir? Sən bununla 5000 voltdan yuxarı gərginliyə toxuna bilməzsən. Bax görürsən, bunun üstünə heç nə yazılmıyor. Niyə? Çünki bu mənim babamdan qalıb. Babamın vaxtında elektrik yox idi. Qaz lampasının altında bununla qoz sındırırdı. 5000 voltdan yuxarıya deyil dəymə. Niyə müdür? Əlimlə rezindən tutmuşam da nə dəxli var ki? Dəxli var. Sən 5000 volta bundan tutanda o 5000 volta elektronlar gəlir bura qədər. Sən əlinlə bu qulpdan tutursan, sənin əlinlə o metal qulp arasında məsafə saxlayır. Bu plasmas. Ki 5000 volt elektronlar sənin əlinə tullana bilməsin. Sən bununla 6000, 7000, 10000 voltluq gərginlikdən tutanda bu məsafə 5000 voltda elektronların tullana bilməyəcəyi minimum məsafədədir. Bunun qalınlığı 10000 bundan artıqdır. Ki sən bununla 10000-liyi tutanda çox da ki qulpundan tutmursan. Oradan gələn elektronlar sənin əlinə sıçrayır.
Şalmanlardakı saksı izolyatorlar diametri bir-birindən fərqli, böyük olur, balaca olur. Onların da fərqi, boy fərqi gərginliyə görədir. Misal üçün bu şalmandır. Buradan xətt keçir. Bu xətti bura tutuşturmaq lazımdır. Bu veşilkaya bir dənə saksı qoyurlar. Misal üçün belə bir şey keçirdir bunun başına. Xətt bu saksıya bağlanır. Ona görə ki, xəttlə bu veşilka arasında məsafə olmalıdır ki, bu xəttdən yəni qığılcım şalmanı ötürə bilməsin. Çünki şalman da yerə bitişikdir. Nə qədər ki, gərginliyi çoxdur xəttdən keçən, bu izolyatorda diametri böyük olmalıdır. 50 minlik, 100 minlik kimi çox yüksək gərginliklərdə hələ izolyatorlar belə olur. Misal üçün belə bir şey görmürsünüz, yəni xətt burayla keçir. Bu izolyator həm burayla bura məsafə saxlayır, həm bununla bunun arasında məsafə saxlayır. Çünki gərginlik o qədər çoxdur ki, burayla da məsafə qısa olsa buradan da qığılcım verə bilər. Bir şey ki, yüksək gərginlik xəttlərə heç əllə toxunmaq lazımdır. Elə havadan da adam tox vurur, gəbərdir. Bəs elədirsə onda niyə üstündə oturan quşlara tox vurmur? Deməzsiniz yəqin ki, çünki o uşaq sualıdır. O quş da iki ayağını yaxın-yaxına tutur. Ayağını bir-birinə aralı tutsa onda tox vurar. Və yaxud da iki quş oturub bir-birinə söhbət eləyəndə deyir, duxun çatır dimdiyini vur şalmana. Tox vurar axı. Və yaxud da indi bir xəttə buradan keçir. Sevgili quşların biri burada, biri burada. Bunlar indi öpüşsələr, bunların ikisində tox vuruq mındar eləyəsidir. Bu hadisənin təbiətdə ən böyüyü də o neydi onun adı? Dilimin ucundadır. Bulutlar. Ne bulutları Ramazan Bey? Hani böyle birbirine çarpar da şey olur ya canım. Ne olur? Dur bakayım ne olurdu? Ne olurdu? Ne olurdu? Hani böyle siyah bulutlar birbirine aniden vurur da foşur foşur böyle bir ses çıkar ya canım. Şimşek. Şimşək. Bu ikisi buluddur. Yerdəki su günəş vurur, buxarlandırır, su buxarı qalxır göyə. Göydə hava soyuq olduğu üçün təkrar kondensasiyalı su damcısına çevrilir. Külək də bu su damcılarını elektrikləndirir. O necə ki məktəb vaxtı qələmi saçına sürtüb balaca kağız topalarını belə qaldırırdı. Elektriklənirdi qələm. Onun böyüyü. Bu su damcıları külək su damcılarına sürtündükcə elektriklənir. İndi buludun biri burada, biri burada. Külək soldan sağa əsir. Bu külək həm arasından keçir buludun su damcılarını elektrikləndirir, həm küləyi buludu qovur bu biri buluda tərəf. Bu belə 200-300 volt yox ha, megavoltlarla, gigavoltlarla enerji əmələ gəlir buludda. Tutaq ki olsun 500 megavolt. 500 megavoltun da maksimum qığılcım atma məsafəsi olsun 400 metr. Və bu havanın temperaturuna görə dəyişir, artıq əski ola bilər bu məsafə. Rəqəmlərə çox da fikir verməyin, əsas məntiqi başa düşməkdir. Ne? Bu külək əsir buradan. Bu buludu həm gətirir, həm elektrikləndirir. Bu biri buluda. Bu bulud beləmi, fərq eləmir. 400 metr məsafəyə, ara məsafəsi 400 metr məsafəyə gəlib çatanda bu buna qığılcım atır. Qığılcım atata külək də bir yandan biraz da yaxınlaşdırır. Yaxınlaşdırsan qığılcımın şiddəti artır. Bu qığılcım da havadayı molekulları titrədir, bu da göy gürültüsü səsi verir. Bir də var ki, yenə bu buludu külək qatıb qabağına gətirir. Yerdə də bir dənə ağac var. Olsun belə. Tutaq ki 1 gigavolt yüklənib bu. 1 gigavolt da olsun 800 metr məsafədən qığılcım ata bilir. Külək bunu qovub gətirib bu ağacla ara məsafəsi 800 metr qalanda ağaca qığılcım atır. Niyə? Ona görə ki yerdə ağacın böyründə olanların boyu həmin ağacdan aşağıdır. Ən yüksək bu ağac olduğu üçün 800 metr məsafə yaxınlaşanda ən birinci gördüyü 800 məsafəyə çatanda həmin ağac olur. Ona görə birinci bunu vurur. Deməli, iki bulud arasında olan qığılcıma deyilir şimşək. Buludla yer arasında olan qığılcıma Neydi ulan? Yıldırım. soruşsaz ki, bəzi maşında 600 voltluq kabelin nə işi var, nə ehtiyac var? Cavab çox sadə. Bir dəqiqə uşaq bağçasının qapısını qəfildən açıb soruşsaq, hamısı bir ağızdan deyərsə ki, ayna qaldıran motor. Güclü bir şeydir də, qalın şunu çəkilməlidir ona. Mis bahadır, rezin ucuz. Rezinlə sən gözünə qalın göstərirlər ki, qalındır şunu. Davay, bunu alıram. Amma qalın olan qabığıdır, içi nazikdir. Sən gəl, apar bunu ver məhkəməyə, uduzarsan məhkəməni. Möhtəşəm hakim, mən onu allatmamışam ki, yazmışam da üstünə 20 AVG.
ölçündə 20-dən azdırsa boynumu kəsin. Bir də yazmışam 600 volt. Ölçün qabığını. Mən anlatmamışam ki. Beləcə biz bugünkü solo konsertimizdə öyrəndik ki, kabeli bu cür calaq eləyib izolent vuranda izolenti bir qat dolamaq olmaz. Ən az 3-4 quruq vurulmalısan. Əsas da yüksək gərginliklərdə 100 volt, 200 volt, 220-də, 300 voltda, ondan yuxarılarda. Niyəsini biraz fikirləşsəz tapa bilərsiniz. Yaxud da bu cür termo makaron keçirdəndə, əgər ki makaronun qalınlığı bunun içindən keçəcək gərginliyə görə nazikdirsə, mütləq üstündən əlavə izolent vurmalısan. Üşüməsin deyə yox. Onu da biraz fikirləşsəz taparsınız. Eğer gidip bir elektrik direğine toslarsan ve kablolar yere düşerse sakın hemen arabadan atlama. Yoksa anında elektrik çarpar. Niye mi? Çünkü arabadan inerken hem arabaya hem yere dokunursan resmen canlı bir devre oluyorsun. Elektrikte oh ne güzel yol buldum deyip vücudundan geçiyor, toprağa ulaşıyor. Yapacağın en mantıklı şey arabaya temas etmeden iki ayağını bitiştirip dışarıya zıplamak. Tabii işin bitmedi. Arabadan uzaklaştın diye oh çekme. Çünkü yer hala tehlikeli olabilir. Eğer normal yürüsen ayaklarının arasında yeni bir devre oluşur, yine patlarsın. O yüzden ayaklarını ayırmadan minik adımlarla sürüne sürüne uzaklaş ve kablolardan ciddi anlamda uzaklaşana kadar durma. Yani öyle film sahnesi gibi kahramanlık yapmaya kalkma. Yoksa cızır dızır olursun. Bihter Hanım, sizi tebrik ederim. İşte bende size karşı böyle bir şimşek aşkı başlamış bulunuyor. Oh be!